Xanımlarla simvollaşır. Xanımlar heç vaxt günəş demirlər, ay deyirlər. Bəli. Niyə görə? Çünki göydə ay 28 şəkildə görünür. 28 müxtəlif şəkildə. Bəli. Xanımların da rəyi heç vaxt bir dənə rəyi olmur. Tez-tez rəylərini dəyişir. Düzdür. Ona görə onlara deməli aya xanım başlanğıcı deyirlər. Eyni zamanda da onların orqanizminə ay birbaşa təsir edir. Ay Bədr olanda Allah eləməsin xanıma bir söz deyəsən. O aləmi qopardacaq. Demək şəkərbura aya oxşayır. Şorqoğalı günəşə oxşayır. Günəş də kişilərdən yadda qalır. Fikir verirsə şəkərbura şirindir. Şorqoğalı şordur. Ya şordur ya duzdudur. İstiyotu da var içində. Niyə məsələ? O kişi xarakteridir. Kişiləri simvolizə eləyir. Xanımlar şirindir, şəkərbura. Kişilər də ki şorqoğalı. Bizim günahımız nə idi ki, Firdun müəllim? Bizim Şirin günahımız biz olardıq da. ya, olmadı. Şılolu eləmə. Hələn öz dadı var. Firdun müəllim, bayaq qeyd elədiniz, Xızır peyğəmbəri xatırladınız. Paxlava da belə baxanda romb şəklindədir. Ortadan böləndə 2 dənə üçbucaq alınır. Bəli. Üçbucaq nədir? Üçbucaq əslində 2 dənə cinsdir hələ. Biri erkəkdir, biri zaddır. Eyni zamanda bunların bir ailəsi deməkdir. Ortada da bir dənə fındıq da qoyulur ortaya. Bəli. Birləşdirir onları, yəni bir ailə edir. Üçlük, deməli 2 nəfərdə ailə yoxdur. Bu düz xətdir. 2 dənə nöqtədən ancaq bir dənə düz xətt keçirə bilərsən. Üçüncü nöqtə olanda artıq bir fiqur yaranır. Ailədə üçüncü fərd dünyaya gələndə artıq olur ailə. O da onu simvolizə edir. Bəli. Yəni hər şey ümumiyyətlə Novruz şirniyyatları haqqında müxtəlif versiyalar var. Mənə elə gəlir ki, elə hamısında da həqiqət var. Çünki hamısı bizim kökümüzlə bağlıdır, milli mənşəyimizlə bağlıdır. Firdun müəllim, bayaq qeyd elədiniz Xızır peyğəmbəri ki, ayağını hara basırdısa, orada yaşıllıq əmələ gəlirdi. Xızır həm belə deyək, təbiətin qoruyucusu kimi yaddaşlarda qalıb, həm insanlara xeyirxahlıq eləyən bir peyğəmbər kimi yadda qalır. Yəni mifik obrazdır. Eyni zamanda onun Şumerlərə qədər gedib çıxan bir kökü də var. Bəzi Şumer tədqiqatçılar deyirlər ki, Xızır peyğəmbər oradakı Temmuz tanrısı ilə assosiasiya olunur. Yəni oradakı Temmuz tanrısı Şumerlərdəki sonra bir obraz dəyişdirərək Xızır peyğəmbər kimi bu günə qədər gəlib çıxıb. Maraqlısı odur ki, Şumerlərdə də 21 mart günü Novruz bayramı, Novruz deməyək, 21 mart günü bayram kimi qeyd olunurdu. Gilgamış dastanı var da, bilirsiniz ki, əslində biz şığla deyirik, Rus mətnlərinə görə, əslində Avropalılar, xüsusən ingilislər Sumer deyir, Sumer. O Utuna Piştim adında bir obraz var orada. Hələ baxanda oduna biçdim kimi də çıxır, Utuna Piştim. O Xızır əleyhissalamın qədim variantdakı şəklidir. Biz Xızır əleyhissalamın baxmayaraq ki, Azərbaycanla bağlıdır və onun məqamı da Azərbaycandadır. Bəli. Və Quran-ı Kərimin 18-ci Kəhf surəsində o hadisə baş verir, o hadisə nəql olunur. Musa əleyhissalam Mağara surəsində Allaha iltimas eləyir ki, sən ki mənə bu qədər elm vermisən, görəsən məndən də bilikli adam var. Allah Taala'dan səda gəlir ki, get qaya üstündə oturmuş, elm illədunu öyrətdiymiş qocadan elm öyrən. Bir mən onu necə tanıyacağım? Deyir, siz özünüzdən quru balıq aparın. Və quru balıq həmin məkanda, məqamda suya düşəcək, diriləcək, üzəcək. Sən yeməyə aparırsan bu. Quru balıq da həyatı yoxdur. Amma suyun içinə düşən kimi o canlanacaq. Can tapıb üzəcək. Onda biləcəksən ki, bu həmin məqamdır. Həmin məqamda da həmin kişi düşəcəksə sənə görüşəcək. Bu da Yusuf peyğəmbərin nəvəsini götürür, Musa əleyhissalam, gəlir. İndiki Xıdır zində deyirlər, həmin məqamda həqiqətdə də hava çox isti olur. Deməli, Yusuf peyğəmbərin nəvəsinin qoltuğunda balıqlar olur. Bu çiyinlərinə həm də qarğıdalı dənləri tökürlər ki, qarğıdalını suyun içində yarım ovuc atkı ilə suyun içinə şişəcək,
Qarğıdalını yedim, bir gün acımayıcısı. Bəli. Ona görə Qarğıdalını götürməyi daha rahat idi. Və hava da isti. Bunlar yolla gedəndə bu suyur, Yusuf Peyğəmbərin nəvəsi, su içmək istəyəndə qoltuğundan balıq düşür suya, su üzür. Özü axırıncı balığıdır. Bunlar da Musa Aleyhisselam'la bir xeyli aralanıb. O baxır ki, qallüsinasiyadır bu, nədir? Çaşır, balığı üzdü getdi. Suyunu içir, gedir çatır. Bir qədər gedəndən sonra deyir ki, Musa Aleyhisselam deyir, gəl balığı yeyək də. Ay yadından düşür. Deyir, axı, suyun içine düşdü, üzdü getdi. Mən deyir, təəccüb qaldım ki, o necə oldu. Deyilən kimi də oldu. Mən niyə demədim pəs? Qaydaq həmin yerə. Qaydılar təzədən ki, bura. Həmin bura deyəndə bir də görürlər bir kişi düşdü. Aha. Bizim indiki 5 barmaq dediyimiz dağ nəzərdə tutursuz. Bəli. Xızır Peyğəmbər deyir ki, Allahın Peyğəmbəri, Ululəzm Peyğəmbəri xoş gəlib. Deyirsən, mən hardan tanıdım? Deyir, mən səni göstərən, sənə də məni göstərib. Və beləliklə o hadisələr baş verir. İndi Avropa mənbələrinə, xüsusən Yahudilərin mənbələrinə, həmin Bərmək dağına həm də Musa dağı deyirlər. Yəni Musa ilə orada görüşüb. Görüşüblər deyir. O görüşü bildirən bizim dilimizdə bir dənə söz var. Ki, həqiqətdə də Musa Aleyhisselam gəlib ora. Bir dənə sözümüz, bir dənə demək, leksik vahidimiz sübut edir ki, həqiqətdə də gəlib ora. O söz hansıdır? Siz deyin. Hə, deyirəm. Peyğəmbəri sözü. Qarğıdalıya Peyğəmbəri Peyğəmbəri, deyirlər. bəli. Bəli. Məhəmməd Əleyhisselam Peyğəmbəri, yəni Qarğıdalı görməyib, yeməyib də. Heç bilməyib ki, Qarğıdalı nədir. O Misirdən gəlib. Bəli. Musa Aleyhisselam da Misirdən çıxanda da onlar Qarğıdalı yeyirdilər də. Hələ türklər də Qarğıdalıya Mısır deyir. Bəli. Bunlar Qarğıdalını əkib çoxaldı və bunun dənlərindən də istifadə edirlər. Çox bərəkətli bir şeydir. Bir dənə hələ Qarğıdalı topasında filan qədər hələ yarım qazan Qarğıdalı dəni var. Bu mənada əlbəttə ki, Qarğıdalıya üstünlük verirdilər. Və bu vaxta qədər də həmin ərazidə Qarğıdalı nə olduğunu bilmirdilər. Ondan bir dənəsi, iki dənəsi müxtəlif yerlərə düşüb və burada Qarğıdalı, qarğı dalı sözünə baxın. Qarğı qamış deməkdir. Dal da budaq deməkdir. Qarğılar adətən budaqsız olurlar. Amma bu bitkinin budaqları meyvədir artıq. Ona görə onu Qarğıdalı deyirlər. Amma Şirvan zonasında ona Peyğəmbəri deyirlər. Musa Aleyhisselam, Musa Peyğəmbərə məxsus bitki. Bitki olduğunu. Ona görə də belə bu 100% sübut edir ki, bu dil faktı sübut edir ki, həqiqətdə də Musa Aleyhisselamla Xızır Aleyhisselam həmin məntəqədə görüşüblər. Söhbətimiz çox maraqlıdır, amma istəyirəm ki, bir mahnı fasiləsi verək, sonra yenidən qayıdarıq. Təbii ki.